Bismillah. Xərçəng bürcünü iyunda nə gözləyir? İyun ayı xərçəng bürcü üçün emosional, tali yüklü və gizli dəyişikliklərlə dolu olacaq. Bu ay sənin üçün sakit görünə bilər, amma daxildə çox böyük dönüşlər gedəcək. İş və pul, maliyyə mövzularında ehtiyatlı olmaq vacibdir. İyunda gözlənilməz xərclər çıxa bilər. İşdə isə arxa planda qalan şeylərin yavaş-yavaş nəticə verməyə başlayacaq. Ayın sonuna doğru yeni imkan və ya təklif ala bilərsən. Səbirli ol. Sevgi həyatında dərin hisslər ön plana çıxır. Münasibətdənsə daha ciddi və gələcəyə yönəlik düşüncələr başlayacaq. Amma keçmiş mövzular yenidən gündəmə gələ bilər. Subay xərçənglər üçün gizli və ya gözlənilməz bir sevgi ehtimalı yüksəkdir. Ruh halı və enerji. Bu ay emosiyalar güclənir. Bəzən özünə qapanmaq, tək qalmaq istəyə bilərsən. Bu normaldır. Daxili balansını tapmaq üçün bu dövr sənə lazımdır. Ayın sonuna doğru enerjin yüksələcək. Diqqət etməli məqamlar. Keçmişə çox bağlanma. Pul xərclərində ölçülü ol. Hər kəsə dərhal etibar etmə. Ayın şanslı günləri 6, 13, 21, 29. Ayın gərgin günləri 3, 11, 17. Ümumi nəticə, iyun xərçəng üçün daxili yenilənmə və gizli hazırlıq ayıdır. Səbr etsən, iyulda həyatında böyük açılış ola bilər.